Bugün bayaq bir saat bundan qabaq, bir saatdan da azdır hamilə olduğumu öyrənmişim. Mən də xala oldum. İlk olaraq bacım öyrəndi benim. Düşünməzdim ki, nə vaxtsa hamilə olanda sürprizsiz bacıma nəsə deyəcəm. Nəsə ürəyim partlayıb, bir dəqiqə hamıya yaymaq istəyirəm. Bir neçə nəfərə demişəm, Rasim bilmir. Ailəm bilmir, mama, papa bilmir, qaqaş bilmir. İndi gəlmişik, tez bazar iki daşın arasında həzandan danışacaq ki, Uziyə gəlmişik. Açıq bir yerə, saat neçədir? Saat 8-dir. 9-dir. Gəlmişik, indi Uzidə yoxlanacaq, baxaq görə vəziyyət nə yerdədir. Ondan sonra hər şey sizlə bölüşəcəm, sürprizi də fikirləşirik indi. Bu arada Şərəfə qar yağır. Nə də inana bilmirəm, inanamıyorum arkadaşlar. Bu çok küçüktü yani burada. Bak balaca bir kişi var. Bebeş burada gördüğünüz qara nöqtə boyda da hərəkət. Hayırdır, çox sevinirəm. Hər şey qaydasındaymış. Biraz problemlər var idi. Düşünürdük ki, müalicə ilə olacaq bebeşimiz. Allaha qurban olun, müalicəyə ehtiyac olmadı. İndi bu sürəni də sizdən bölüşəcəm. İnşallah ki, problem sizdə davam edir. Allah hər kəsə belə sevinci, qismət eləsin axıra qədər də. Siz mən bildiniz nə demək istəyirəm. Siz bildiniz nə demək istəyirəm. Gedirik canlarım mənim. Çıxdıq xəstəxanadan, proqramımızı aldıq. İndi gedirik hara? Mola. Xalası, balasına. Hopşalıq. Gözümü sürpriz eləməyə çıxdıq qutuda. Düşünürük. Çox klişe bir şeydi ama yani belə baxanda nə istər keçirəcəyini bilmək istəyirəm. Ona görə də gedək belə sizə göstərdim, belə balaca nöqtə kimi görsənir, amma o da başa düşməyəcək. Orada uşaq görsənirsə də başa düşməyəcək onu. Əsas o da başa düşəcək ki, nəsə var. Torbada bir şey var. Torbada bir şey. Axır vaxtlarda bütün izləyicilərim yazırdı ki, bəs hamiləyə oxşuyursan. Bəlkə bir 20 nəfərə yaxın yazmışdı ki, sən hamiləsən. Mən 6-cı hissimə güvənirəm. Nəsim elə adam olurdu ki, deyirdi, mən dəqiq bir deyirəm sənə, sən hamiləsən. Boynuma qoyurdular. Müalicəsiz olmayacağına inanmadığım üçün yəni hafif alırdım, amma həqiqətən də öpürəm onların ürəyindən. Sağ olsunlar, necə təmiz niyyətlə deyiblərsə çıxırdı, çox sevinirəm. İnşallah paylaşacağım günü səbirsizliklə gözləyirəm. Sevirəm sizi. Bebeğimizi, paltarlarımızı aldık. Çıkılı. Patilemiz. Batımı şey aşerir. Üzür istəyirəm, hamiləyəm deyə əsnəyirəm. Yuxum gəlir. Gəlmişəm, bacı gider. Gəlsinə sürpriz üçün qutu hazırlayıram. Sizlə birlikdə hazırlayalım. Məsələn ki, belə aylık mobillərimizdir. Buna qoyuruq belə. Sonra belə aylık dədimiz var. Buna qoyuruq belə. Amma çox səbirsiz baxıram. Sonra yaxşı verəcək. Aylık dədi, aylık mobil. Bir də belə paklərimiz var. Çıxın paklər. Burasında da bunun bağlamada şiit var. Sosunu da koyuyoruz burasına. Bir tane de bebeğimizin bir şeklini koyuyoruz. Bunu da burasına koyacağız. Ay da atası böyle ne reaksiyon edecek. Atası olup Fikir vermeyip de ben. Nasıl bir benzinmiş? Bizim birimizin tamamına hediyesi. Ki o almıştım ben onu alabilmemiştim. Çünkü sipariş eləmişdim. Bu gün gəlib çatıb və indi açacaq bir yerdə baxacağıq. Buyurun, böyle. Ama içinde sınav şey var, biraz ehtiyatlı.
Xəttəyi bu idi də. Aaa! Bebəkimiz olur. Aaa! Ne güzel. Budur bak. Bakın. Budur. Bir nokta. Budur. Evet güzel. Sen çok güzel. Ya. At olacağım ben. Atıl o zaman. At olasın. Sen böyle bir sevmemişim bu arada. Yaxşı, saz Sen koydum ciddi. Kalktım evime. Ben hastasıydım axı. Aha. Kaptı yoxluyum. Poptu. Aa, budur. Hı. Yoxladım iki ay çıxdı. Şokdayım da. Düşəm xəstəxanaya. Uşağı yoxlatdırmışam. Deyirlər yaxşıdır, 3-4 həftəlikdir. Həmidzadə. Desən o. Şeyə, xəstəxanaya Hə, sonra getdik, dedim xəstəxanaya bir dənə tez yırdım, araşdırdım, görüm harada açıq yer var. Getdik, yoxlatdırdıq. Bu vaxtı. Hə. Getdik, yoxlatdırdıq, dedik hər şey qaydasındadır, 3-4 həftəlikdir. Kontrolda saxlamaq lazımdır. Şöbəyə. Aldıq, yemişsin. O da xalasının hədiyyəsidir. Deyirlər siz ilk hədiyyə xalasından verin. Bir dənə bebesim var, 2 dənə bebeşim olacaq. İndi bu 2-3 ay biləcək. Hə, çox hızlı oğlan. Nə istəyirsən? Yəni, Allah'tan nə versə. Sağlam övlad. Bacıgildən çıxdıq, rəsmən sürpriz elədim. Gəlmiş indi rəsmən Asiyanın atasına sürpriz eləməyə. Çox həyecanlıyam. Görüyorlar nə reaksiya verəcəklər. Nedir istəyirsiniz? Rəsmən inana bilmir. Orada çiz yaptı. Bebeşti. Axlandı. Atında baxın gör nə almışam elə. Evet, dayılıyorsun. Evet. Yüreğim. Sağ ol. Ama bir tane asbaq sonra çəkərsən onu. Amma tayla bir yerdə. İkimiz bir yerdə baxın. Bu bir şeydir. Rəsmən bir yerdə almışıq. Hər yerimiz. Mütəzə bizin hər yersi. 3. İnanamıyoruz. İnanamıyoruz. Ben de inanamıyorum. Və 2 günün sonunda qaydırıq evimizə. Gedək bundan sonraki periodlarda sizlə bölüşəcəm. Hər iki ikimiz də dərk eləyə bilmirik. Ana-ata olmağımızı gələn həftə gedəcəyik. Bəbənin ürək döyüntüləri olacaq inşallah. Bundan sonra indi özümüzə yox ancaq onun üçün yeyəcəyik. Belə. Bugün bir hafta keçib atasıyla bir yerdə gedirik. Bəbəsinə baxmağa. Çox həyecanlıyam. Bir haftada heç nə çəkməmişəm çünki hisslərim qarışıq idi. Nə çəkəcəyimi bilmirdim. Bir hafta ərzində nə hiss elədim, heç nə. Yəni deyirlər ürək bulantısı olacaq ki, belirtilər zaten onunla başlamışdı. Ondan şübhələnmişdik ki, nəsə var. Amma heç nə olmadı. Birən bugün ürəyim bulanıbdı. Başqa heç nə hiss eləməmişəm. Hələ dərk eləmirəm. Gedək indi baxaq görək nə olur. Amma ürəyim partlayırdı ki, birdən birinci gün gəlsin gedək. Baxaq görək. Nə böyüdəri? Bəbəsim nə böyüdəri? Küçücük embriyon da mənə gəlir. Yuxarıdan görüntü bundan artıq olmaz. Amma böyüyüb kisə. Yanınızda da nöqtə boyda. Dedim ki, elə Getdik bəbəşə baxdıq. Artıq bu boydadır. Böyüyüb. Qaydan da çox belə pis bir şey yaşadıq. Yoldaş skuterlə uşaq gəldi, maşına dəydi. Mən gözümü başını qaldıranda gördüm ki, uşaq dəydi, elə bildim də maşına.
Dedim bir dənə bir kəman dedim ki, uşaq vurdun. Tez düşdüm, baxım ki, skuterdə prosta yıxılıbdı. Ağladım. Uşağı qucaqladım. Dedim nəsə səyiş nə olmuyor, uşaq da qorxudan əsirdi yazıq. Hepsi oldum ki, neysə. İlk hamiləlik, həssaslıq dönəmimin travmasını yaşadım. O anda yadımdan çıxdı, yəni hamiləyəm və stres olmaz. Ağladım, özümü sakitləşdirdim. Neysə, bəbəm böyüyübdü. İnşallah ki, dedi hələ paylaşma. Mən ürəyim partlayır sizlə bölüşmək üçün. Gəlin həftə neynəyəcəyik? Ürək döyücüsünə işləndən sonra bu videoları hazırlayıb sizlə bölüşəcəm. Çox səbirsizlənirəm. 6-cı həftəsində gəlmişik analizlər verməyə. Təsdə burada gəlmişik. Artıq ginekologumuzda tapmışıq. Bəbi xanımın yanında. Bundan sonra həmləyimizi sürtəcəyik. O da bizi kontrol edəcək. Neysə ki, indi Ruziyə də girəcəyik. İnşallah bu dəfə ürək döyücüsünə işlərik. Neysə ki, girək. Analizlərimizin cavabı necə çıxır? Deyəsən analizlər verməyə gecikmişik. Belə. Analizləri verdik. Müziyə düşdük. Bəbənin ürək döyüntülərini eşitdik. Ay aman. Çox sevindim, çox xoşbəxtəm. Fərqli hisslər keçirdirəm. Pərvin xanım həqiqətən deyildi qədər var imiş. Çox mehriban, çox şirin. Tam belə hamiləliyimi rahat keçirə biləcəyimin təminatını verən bu belə güvən verdi də ki, yəni mən bu ömrü çox rahat keçirəcəm. İndi nə edirik? Gedirik, dərmanlarımızı alırıq. Sabahda analizlərimizin cavabı çıxır ona uyğunda. Baxaq, görəyirik inşallah ki, hər şey qaydasında görsənir. Artıq deyəsəm, sabah bir günə paylaşıram bunları. İnana bilmirəm. Burada da YouTube'un hamiləliyi öyrəndiyim birinci partını sonlandıraq. Ki, inşallah digər partlarda artıq hamiləlik dönəmini, keçirdiyim hissləri bölüşərəm sizlə. Arada onu deyim ki, bəbəyə 6 həftəlikdir. Son 3-4 gündür ki, ürək bulantısı hiss eləyirəm. Ondan qabaq heç nə yox idi, çox rahat idi demişdim sizə. İndi 3-4 gündür ürək bulantısı biraz narahat eləyir, ona görə dərman istifadə eləyəcəm. Amma belə hələ ki, deyim ki, analığı dərk eləyirəm, o analıq hissi gəlib, yox. Hələ ki, onu dərk eləyə bilmirəm. Arada qoruyuram, arada yadımdan çıxır, yəni belə şeylər olur. Amma indi ürək döyüntüsünü eşidəndən sonra biraz fərqli oldu, nə yalan deyim. İndi görək də bundan sonra necə hiss eləyəcəm, Allah olmayanlara qismət eləsin. Part 1-i burada sonlandırıram. Çox xoşbəxtlik. Çox xoşbəxtlik, çox qəribə hisslər keçirdik. Və bənim ürək döyüntüsünü eşidəndə. Çox xoşbəxtlik. Çox qəşəngdir. Sağ olun. Sağ olun. Öpürəm sizi. Allah olmayanlara qismət eləsin inşallah.